Salam, bugün sizə dadlı və doyumlu küftə bozbaş resepti paylaşacağam. Əgər siz də yumşaq küftələr, ləzzətli bulyon sevirsinizsə, videonu sona qədər izləyin. Bütün addımları sizə detallı şəkildə izah edəcəyim ki, siz də asanlıqla bişirə biləsiniz. Əvvəlcə lazım olan ərzaqları hazırlayaq. Bizə lazım olacaq mal əti, öncədən isladılmış və bişmiş noxud, kartof, küftəyə və şorbaya xüsusi dad qatacaq soğan və ədviyyatlar və alça. Ət çəkən maşından keçirdiyimiz ətin üzərinə nanə qurusu, rəndələnmiş soğan, duz, istiot və kartof əlavə edirik. İstəsəniz biraz reyhan və ya zövqə görə digər ədviyyatlar da qata bilərsiniz. İndi isə əlimizlə iri küftələr düzəldirik və içlərinə bir ədəd alça yerləşdiririk. Böyük bir qazanda qaynadılmış suya hazırladığımız küftələri və qaynadılmış noxudu əlavə edirik. Təmizlənmiş kartofları iri-iri doğrayıb yeməyə əlavə edirik. Üzərinə duz və istiot əlavə edirik. Bozbaş öz bişməyində olsun. Biz isə xırda-xırda doğranmış soğanları yağda qovururuq. Biz burada salat hazırlayaq, eyni zamanda soğançamızı gözdən qoymayaq. Bu yeməyi süfrəyə göyərti və turşu ilə birlikdə təqdim edə bilərsiniz. Soğançamızın üzərinə zəfəran əlavə edib yeməyə qatırıq. Küftə bozbaşımız artıq hazırdır. Yeməyə bozbaşın olmazsa olmazı nanə qurusu əlavə edirik.
Əgər videonu bəyəndinizsə bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik!